Herkese salam. Bugün oyunda yiyeceğimiz 4 kat burgeri sizlerle birlikte hazırlamaya karar verdik. Ümumiyyətlə bundan sonra özümüz hazırlayacağımız yeməkləri sizinlə bölüşmək istəyirik. Yəni oyunda yeyəcəyimiz yeməkləri. Çünki çox vaxt soruşanlar olur, necə hazırladınız, resept verin falan. Ona görə də YouTube-da sizinlə bunları bölüşməyə qərar verdik. Evdə hazırladıqlarımızı. Bugün isə bayaq da qeyd etdiyim kimi 4 kat burger hazırlayırıq. Hazırlamağı çox çətin olmayan, ancaq məncə yeməyə çox çətin olan bir yemək olacaq, burger olacaq. Gəlin başlayaq. Burgerin içində nələr biraz da Deməli biz ət almışıq. Qutusunu göstərmirəm. Çünki reklama girsin istəmirəm. Bu 4 ət var burada. Biri 125 qramdır. Yəni toplam 500 qram ətdir. Normalda evdə hazırlayıram. Prosta vaxtımız yoxdur deyə onu da bura qatmaq istəmədim. Evdə hazırlayanda ətə sadəcə soğan vururam, başqa heç nə. Burada isə soğanımız var. Karamelizə eləyəcəm indi mən bunu. 2 iri soğandır. Mən gözə yarı kəsmişəm. Əslində hər dəfə mən eləyəndə çox artır və biz onu burgerin yanında qoyub yeyirik yeyəndə. Burgerin içinə az olanda. Biz yəni özümüz burger eləyəndə mütləq ona karamelizə soğan vururuq. Çox dadlı olur. Çox xoşlayırıq biz. Nəysə, karamelizə soğana başlayaq. Birinci qazı yandırıq. Bizim işimiz 2 qat çətindir, çünki biz dəmir tavadan istifadə edirik. Nədir bu? Bu edelştaldır, yəni paslanmaz polad. Paslanmaz polad, çünki digərləri zərərli, tefal zərərli olduğu üçün biz bütün yeməklərdə bundan istifadə edirik. Yəni alüminium falan, ya da yağlı tava falan, onlar hamısı zərərli olduğu üçün biz sadəcə bu tavadan istifadə edirik. Biraz çətin olur pişirməyə yapışma şeyləri. Plus da altında elektrikli qaz olduğu üçün vəbşə çətindir. Digər qazlarda ayarlama olur. Bunu mən ayarlamaqda biraz çətinlik çəkirəm. Deməli, karamelizə soğanda bəzi insanlar yağ istifadə edir, bəziləri istifadə eləmir. Bəzi insanlar şəkər istifadə edir, bəziləri istifadə eləmir. Mən çox az yağ istifadə edirəm, amma şəkər istifadə edirəm. Çünki əvvəldən həmişə şəkər istifadə eləmişəm. Düşünürəm ki, istifadə eləmədən karamelizə eləsəm ağzımızın dadına, bizim ağzımızın dadına uyğun olmaz. Zeytun yağı istifadə eləməm, amma birinci qızmalıdır. Çünki dediyim kimi bu tava problemləri. Ümumiyyətlə videolarda çox soruşan olur, nə bilim ət yeməyi olsun falan, onları necə bişirmisiniz, resept verin falan deyirlər. Əslində həmin vaxtda eləməliydik bunu, prosta biz biraz gecikdik. Bundan sonra YouTube-da daha aktiv olmağa ümumiyyətlə çalışacağıq. Siz də bizi izləyin. Necə videolar istəyirsinizsə deyin, dəyərləndirək. Rəylərdə yaza bilərsiniz nə formada, necə bir videolar sizə maraqlı olar deyə falan. Yəni biz də bacardığımız qədər çəkək, yoxlayaq. Denəmə. Oynayırsın. Az tökdün axı, belə. Oynayır, gördüm mən, çox xırda oynayırdı. Çox tökəndə tavanın qızıb-qızmadığını bilmək üçün su oynamalıdır. Çox tökəndə çox oynayırdı. Sonra o suyu götürmək lazımdır. Mən baxıram oynayır. İndi gözləyirəm ki, o öz-özünə buxarlansın. Çünki sonra da çırtlayır, nədir, yağ şey eləyəndə. Nəsə, biraz çox az yağ tökəcəm. Ehtiyatla. Bir dəfə Turan yandırıb qazanımızı verin deyə. Çox qızğın olmuşdu tava. Turan da yağı tökdü. Sonra Turan da yağı tökdü, sonra da yandı. İndi görüm mən hamısını. Karamelizə eləmək üçün, düzdür, mən dəhşət incə doğramamışam. Amma çox-çox incə doğrayanda daha tez karamelizə olur. Şey olacaq, çox donsuz. Qeyd edeyim ki, buradan birbaşa gedib video çəkəcəyik, yəni yemək videosunu çəkəcəyik. Yağı da verəcəyik. O birini vurmuram. Mən oradan nə qaşıq verə bilərsən? Su tökməliyəm biraz buna. Xodunu al qazın. Nəsə? 0 elə. 0? Pesok bir qaşıq. İndi bir qaşıq pesok belə üstünə yaxına gəlir ki, bura tökülməsin. Buran elə biraz pesoku çoxdur işte ama. Ehtiyatlı suyu, ehtiyatlı da. Narahat olma. Narahat olma.
Yadımdan çıxdı. Qapağını bağlayırlar, açıq saxlar. Məncə bağlayır ki, Biraz bağlayırdı. tez buxarlanıb. Sən bağlaya bilərsən, mənim malum. Hə. Sonra Ümumiyyətlə videoya gələn rəylərdən danışa bilərik. Yəni rəylərdə boş-boş yazanlar da çoxdur, maraqlı yazanlar da çoxdur, dəstək olanlar da çoxdur. Təzəlikcə bu arada 100 min olduq Instagramda. TikTokda da məncə bir YouTube-da 10.000 olmuşuq, hə? YouTube-da 10 min abunədən çoxdan keçmişik. keçmişik. TikTokda da məncə maksimum ən gec bir aya 100 min olarıq yəqin. Bir də tək Azərbaycandan izlənilmir deyə, yəni bütün dünyadan izlənir. Azərbaycan olsun, Türkiyə olsun, nə bilim Rusiya olsun, Almaniya olsun, çox ölkədən izlənirik. Ona görə də yəni bütün dünyadan dəstək görmək daha da əslində Bizə bizə motivasiya verir. Bunu qoyuruq qaynasın, suyu çəkiləcək birazdan. Suyu çəkilir, biraz soğan yapışır diblərinə də. Soğanın elə bil suyu dibidə korичневый rəngdə rəng saxlayır. Deməli bu su çəkiləcək. Bu su çəkiləndən sonra biraz gözləyirik, çox az belə 10-15 saniyə falan. Gözləyirik. Orada dibə belə bir korичневыйlik yapışır, soğanın korичневыйliyi. Biraz qalsa yanacaqmış kimi olan. Sonra ona təzədən biraz su əlavə eləyirik. O korичневыйliyi soğanın üstünə elə bil təmizləyirik. Sonra soğan o rəngi özünə çəkir. Belə-belə korичневыйləşir və karamelizə soğan olur. Ümumiyyətlə rəylər də ikiyə bölünür də insanlar. Bəzi insanlar var deyir, həmişə deyir oğlan çox deyir, bəziləri də var deyir, həmişə qız çox deyir. Bir də keçən dəfə biri screen atıb axırıncı videoya. Yazıb ki, iki tür insan var. Bizim kommenti screenləyib ekran şəkli alıb atıb. Alt-alta 2 dənə komment var. İkisi də xarici dildədir. Biri yazıb ki, çox yavaş yeyirlər. Bir də yazıb ki, çox sürətli yeyirlər. Biraz yavaş yesinlər. Şey eləyən də screen eləyib atıb ki, iki tür insan vardır. Yəni əslində oyunun məqsədi onsuz da burada sürətli, vəhşi, belə kim çox yedidir. Yəni dünya trendinə əslində baxanda bu trenddə biz ən yavaş yeyənik də bu trenddə belə baxanda. Çox vəhşi kimi yeyənlər var. Yəni həqiqətən əslində real olaraq biz ən yavaş yeyənik. Onsuz da insanlar həmişə nəsə deməyə söz tapır, ona görə də çox biz Amma bizi fikir vermirik bunlara. çox sevən, bəyənən bir kütlə də var. O kütlə var deyə biz də motivasiya olub günü-gündən daha yaxşı videolar çəkməyə çalışırıq. Amma trenddə ən fərqli yeməklər eləyən faktiki dünyada bizik. Ən fərqli yeməklər, ən maraqlı çəkilişdir. Biraz yəni biz həqiqətən də Yəni bu trenddə çox adam ancaq gedir burger alır, qoyurlar, yeyirlər. burger alırlar və ümumiyyətlə çox efor sərf olunmur məncə. Biz o qədər efor sərf edirik ki, adi o masanın, siz yeməyin görünən tərəfini görürsünüz, arxa tərəfini görmürsünüz, onu quraşdırana qədər. Nə bilim, aparana qədər, gedib bir şeyləri alana qədər fikirləşirik ki, nə yeyək, maraqlı olsun. Yəni yeməklər Fərqli də olsun. nəzərə alsaq ki, Almaniyadayıq, yəni yemək yeyi azdır da əslində. Bilirsiniz, burger ümumiyyətlə çox asan variantdır. Nə baxımdan gedib McDonald's-dan falan alıb yemək. Prosta biz həmişə istəyirik ki, fərqli bir şeylər axtaraq. Fərqli bir şeylər. O burgeri alanda belə nəsə fərqli bir şeylər eləyək. Nəsə bir sosunu alaq, bir şey mi eləyək, nəsə ora bir fərqlilik qatmaq istəyirik. Bir dənə çəkə bilərsən bunu yaxından? Çəkir. Burada bu sarımtılığı görürsünüz, belə göstərim. Görünür? Hə. Bura belə suyu tökürəm mən. Sonra buranı belə eləyirəm. Baxın, sarımtılıq sarı suya döndü. Bu soğan o rəngi alır özünə. Başlayır o rəng. Su oldu, baxın o rəngdə. Soğan da o rəngi alır özü. Görürsünüz, yavaş-yavaş rəngi çönür. Qeyd edeyim ki, Tefalın reklamı deyildi. Qətiyyən reklam deyil. Elə bunun korobkasını çıxartdım ki, reklam olmasın. Əslində yaxşı markadır. Ətləri də dadlı olur. Ona görə yəni evdə biz özümüz kotlet ətini hazırlamayanda belə alırıq. Rahat variantdır. Normalda biz mayonezdən eləyirik hər dəfə. Yəni mayonez də bizim burger içinə vurduğumuz şey. Yəni burada o qədər soslar yoxlamışıq ki, heç biri o mayonezin dadını vermir. Prosta buranın mayonezi yoxdur da. Gedib Rus marketindən Azərbaycanda satılan mayonezlərdən alırıq. Və bizim üçün ən ideal dad odur mayonezlə. Mayonezlə burger ən ideal dad odur. İndi
burger sosu falan var. Mən çox xoşlamıram dadını. Biz ümumiyyətlə burger məsələsində belə çox iddialıyıq. Yəni öz burgerimizi çox xoşlayırıq əslində həddən artıq. Məncə Neynədir? buxarında əlim yandı. Çox tökdün də, sonra niyə elə elədin? Çox tökmədim, mən az tökdüm. Çox istidir. Gün elə ehtiyatlı ol. İstidir, suprama buxarlanır. Çox az tökdün axı Pesok. Pesok tökməliydin ortalarda sən. Bir dəfə tökmürsən axı. Aşkım, az tökürəm, 2-3 dəfə tökürəm. Sən çox tökdün ona görə. Başı vurdu. Şişdi, kartoşka çıxdı. Başım verdi. Hepsi göz nazar. Yəni biz harda burger yesək belə, yəni hədsiz çox yerdə yemişik də nəticə olaraq. Yəni öz bişirdiyimiz burgerin dadının Heç birində yoxdur. Elə qəşəng olur belə. Pendir. düzdür fərqli bir şey eləyir. Yəni 4 qat eləyirik, amma Bir qat Yəni eləyirik normalda. Normalda. Bəzən də double eləyirik, çox nazik. Double smash kimi eləyirik. Çox dadlı olur. Yəni yoxlayın da bu. Biz əslində reseptimizi verdik bu dəqiqə. Yəni orada burada içində bir sürü şey olan burgerdənsə evdə bir dəfə sırf karamelizə soğanla cheddar pendiri ilə özünüz soğanla, əti soğanla qarışdırıb, ət soğan, onu qızardıb, cheddar pendiri, karamelizə soğan, yox, başqa heç nə lazım deyil. Ən ideal. bizim bilsən nəyimiz yoxdur? Uzun çubuq Nə üçün? keçirtmək üçün. Ya var. Var, orada olmalıdır. Tabii ki də var. Onsuz biz bunu necə yeyərik? Yəni necə yeyəcəyimiz barəsində düşünürəm. Ümid Amma e- böyük ehtimalla insanlar birinci onu necə yeyib, sonra bu videoya gələcəklər. Onu yeməyimizi ilk olaraq görəcəklər, yəni. Ola bilər. Ağzımız, üzümüz bütün batacaq. Salfetka, əlcək, hər şey lazım. Baxın mənə. Çox Can. Ayaq çəkmir. Bax burası. Burayı mənə. Ağrıyır. Bastıran da üstüne ağrıyır. Şu hazırdır demək olar. Bir dəfə də çoxlarımı da. Video qəzası. Yalvar. Videoda başımı vurdum. Başlığa yazıq elə. Videoda Başımı vurdum. Məncə hazırdır. İndi bu suyu da çəkilsin. Aşkım, mənim yəni kasa verə bilərsən bunu eləməyə. Alıb. Pəncərəni açırsan, orada nə qəşəng hava gəlir. Sən dadına baxım. İstəyirəm. Zəfər. Çox şirindir. Çox şirindir. Bir sən- olsun, mən çox şirin xoşlayıram. Dəhşət çox pesok vurmuşsan. Dən ye. Mən bu qədər şirin xoşlamıram axı. Çox şirindir. Duz dövmədin, Ay, duz tökməliydim, yadımdan çıxdı. Duz ona ver. görə. Suzanı. Bax, mən duz şeyimi heç vaxt ayarlaya bilmirəm də. Gözəyarı tökürəm həmişə. Ya duzsuzu olur, ya da çox duzlu olur. Ona görə son vaxtlar tərk etmişəm ki, çox tökməyim, az olsun, heç nə olmaz, yeməyimizə tökərik. Azın çarəsi var. Yəni siz gördünüz də Turan nə qədər pesok tökdü. Bu qədər şeyə biraz ondan az pesok tökməlisiniz. Videoda tam nəzər bilərsin. Bir qaşıq doldurdun hem. Çox şirindir. Duz onda çox tökdü biraz. Aşkım, duzu çox da onda da həm çox duzlu, həm çox şirin olacaq. Havanı yumadım, sadəcə dibə yapışanı bayaq məsələn ona necə su vururdum. O formada təmizlədim biraz. Çünki zaten yenə ət bişirdik. İndi bu tava biraz yenə qızsın. Bax, hələ ki buxarlanır. Bu o deməkdir ki, hələ ki yağ tökməyin. Çünki yetəri qədər qızmayıb. Yetəri qədər qızmadığı üçün yapışa bilər. Amma ki, yetərdən çox da qızdırmaq o deyil. Onda da yağ tökən an alov alar. Bu arada bu yağ yüksək istilik üçün olan yağdır da, yüksək istilikdir. Baba, oynayır. 5 saniyə. O balaca xırda gördüm oynayır. 10 saniyə gözlüm yağı tökəcəm. Əlcək mənə öncə lazımdır. Sən ətlərə başla. Ətimizi açıyoruz.
Yağı töküyorum. Burada уже bol yağ tökəcəm. Bir də belə qızdırılmış tavaya kərə yağı töksəz, kərə yağı anında yanır ha. Yəni onu nəzərə alın. Çaşıb, mən bir-iki dəfə çaşmışam. Təcrübə eləyərək öyrənmişəm. Çünki bu tava təcrübə istəyir real olaraq bu tavada bişirmək. İndi Turan, sən o qapağı götür, mən ətləri qoyacağam, tez qapağını bağla. Və məsələn orada hansısa su şeyi qalıb ki, yəqin belə oyun çıxarır. Çiğ-çiğ pişir arkadaşlar. Sən bir dənə də yerləşərdi. Mən sonra soruyum içirəsən. Qapağını bağladım, suyunu salacaq bu səfərdə. Mən yavaş-yavaş başlayıram. Bunda elimə. Onda yox, o bu altdakında elə bu kənarı tutur. Burger tam görünməyəcək. Burgerin şeyi qoymayacaq və ya? Nəyə? Tramvay üstünə. Olar. Bir dənə də qab verə bilərsən, bunu qoyun. Balaca. Tarelka. Bura qoy. Çox sağ ol. Kokusuna baxın. Belə bir burger çörəyi almışıq. Qızına baxın. Şöyle. Qəşəng bulka iyi verir. Hadi klasik burger. İçini də göstərərdim də, ağırlığını qaradım. Əslində bizdə folkorn nədir o? Folkorn nədir? Tam buğday ekmeği. Tam buğday ekmeği burger çörəyi də var. Prosto bu daha bizə belə maraqlı gəldi, dadlı göründü deyə bunu şey yapdıq. Cheddar xanı. Burada rəqs edir. Orada marka göstəremiyoruz maalesef. Burada sizin reklamınız ola bilərdi. Əməkdaşlıq Əməkdaşlıq. Çox maraqlı açılır paketi. Gördün? Təzdən də bağlamaq olur. Biz aldıqlarımızın da heç birində belədir. Qalındır. Burada çox qalındır. Bir ət dadı sevmirəm, bir də cheddar dadı sevmirəm. İkisi də qədərində olanda yaxşı olur. Altına qoyma. Ərməlidir ya, bilirsən. Bilirəm, 4 dənəsini çıxart bura qoy, qalanını da şeylə. Elə 4 dənədir deyəsən. O paketi də 4 dənədir, amma qalındır. 130 qram. Ət balacalaşdı məsələn. Oy. Çevirmərsən yanır. Çevirəcəm. Birinci çəkimi tutarsan, çənəmə çıtladı. Tam qaldırma, tam qaldırma. Əla. İndi o biri iki əti də qoyuram. Hə. İndi əncək yenə bir dənə də təzə əncək. Yer oldu da, balacalaşdı. Bu da istəyir, mən əlimi yandırır. Bir dənə qaldır bu ətləri qoyun. Qaldır, tam qaldıra bilərsən. Pendiri qoyarsan da yəqin üstünə. Da, təbii ki. Ətini çox qəşəng gəldi. Kabab iyi kimi. Bəlkə çöldən kabab iyi gəldi. Dadı kabab iyi kimi gəldi. Gəldi biraz. O biraz aşağı suyu çıxdı. Suyunu buraxdı. Bizim ağzını geri bağlamıyor. O biri pişib elə bilər. Hansı? Bu. Altı pişməz. Ama biraz var başka. Sos mu qalsın da biraz? Qucu o sosun içindeki suyu bırakıp sən nə eləsən də sosun qalası. Balacalaşdı biraz. Normaldır da evdələdiyimizdə balacalaşır, amma dadı qəşəng olur. Bir ədədi 125 qramdır. Amma bir ədədi belə bəsdir bir burgerlə, yəni əla bəs edir polla. Çünki qalın olur, buna baxın. Biz çox sos yoxluyuruq ümumiyyətlə. Sadəcə olaraq hər sosu da bəyənə bilmirik. Yəni çox boş soslar var. Red Gretki məsələn, hansısa soslar, amma demək olar hamısını yəni yoxluyuruq da. Evet, tamam. Bayağıdan bir şəkildə idarə etmişik.
Yaxşı, yaxşı, yaxşı. Əsəbləşmə, əsəbləşmə, əsəbləşmə. Yaxşı. Hoppa. Sakitləş. Hər şey yaxşı olacaq. Və sosumuzu burger sosu üçün olaraq bəzən burger sosu özümüz düzəldirik açıq. Ketçap, mayonez falan və limon falan biraz belə fərqli bir şeylər eləyib daha dadlı özümüz eləyə bilirik. Gün el yanır. Yandı, iyi gəldi. Hə, daha dadlı olur ümumiyyətlə o formada eləyəndə biz, amma ki bu səfər həm Rus marketinə getmədik mayonez almağa. Ona görə amma düşünürəm ki bu sos daha yaxşı olacaq. Elə ümid edirəm. Dadlıydı sos. Hə? Sos dadlıydı. Günel deyir ki sos dadlı. İndi dadına baxdım. Ay yandım. Ümumiyyətlə ataların da dediyi kimi, yəni burgerin dadı onun sosundadır. Hansı atalar deyir bunu? Turan atalar sözü. Turan atalar sözü. İndi sənə bir sual verim. Bir dənə video çəkən var, yeməklər pişirir qız. Hər dəfə bir öz zəkamı, irəli zəkamı kullanaraq belə olmağına qərar verdim. Mən də indi elə bir şey düşündüm ki, normalda eləmədiyimiz bir şey eləyək. Normalda çünki 4 dənəli eləmirik. Orta mərtəbəsinə soğan vuraq. Çox ət dad gəlməsin də. Onsuz aralara vurmalıydıq da, sən niyə belə elədin? Yox, aralara vurmamışıq, həmişə üstə vurmuşuq. Təzə çıxıb aşkım. Bura vuraq. Vurun biraz. Burada. Biraz deyəndə ki, qoyun. Ay, o biri getdi, tez eləməliyim. Üstü məncə yaxşıdır, çünki ortasından çıxacaq, belə olsun. İndi digər ətləri də üzərinə əlavə eləməyin vaxtıdır. Oy oy oy. Oy 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 oy. Pendir əridi də pişirmiş. Çox riskli deyə bu qalmama ehtimalı var üstündə. Necə qalacaq zaten? Çöpümüzü gətirə bilərsən. Tapsan. Orada şkafdadır, ən sağdakı şkafda. Qalmağı bir tərəfə, biz bunu necə yeyəcəyik, mən onu bilmirəm. Heç mən də bilmirəm. Biz bu maşınla video çəkəcəyimiz yeri necə aparacaq, onu bilmirəm. Oy 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 oy. Tapdın çubuq? Hə. Üstünə görə bunu karamelizə soğan vuraq və yeni çörəyə qoyaq. Karamelizə soğanı az vuraq, çünki aşacaq. Aşma, aşma, aşma. Aşır, aşır, aşır. Aşmır, o pendiri də aşır. Sən o burgeri ortalamalıydın ən əvvəldə. Ortalamışam. Bəs bu qədər. Bizim şeyin ortasını. Hə. Gətir. Çubuğu ver. Bir dənə çubuq aşkım, bir dənə də gətir. 2 dənə. 2 dənə də gətir hətta. O qədər bu necə eləyərim? Turan, bu bilsən nədir? Necə eləyəcək? Heç bir fikrim yoxdur. Çox qəşəng görünür. Necə yeyəcəkdən qabaq başqa bir sualım var. Bunu biz necə aparacağıq? Belə olmalıydı. Onsuz buna başqa cür bunu saxlaya bilmərik. Bəli. Bu qədər. Bəlkə elə bu qabda yeyək, yanına da karamelizə soğan töküm. Hadi öyləyək, yaxşı. Çünki bunu buradan götürmək risklidir. Deməli, indi gedirik biz bunu yeməyə. Deməli, hazırladıq gördüyünüz kimi. İndi tez bir şəkildə gedib bunu soyumadan yeməliyik. Tez. Bura Videonu qədər bəyənməyi, izləməyi, abunə olmağı, rəylərinizi yazmağı, növbəti videolar necə olsun, neyini, fikirlərinizi bunların mütləq, hamısını yazmağı fikirlərinizi unutmayın. mütləq. Biz vaxtımız yoxdur, çox. Pişirsəniz də mütləq deyin. Hökmən deyir ki, siz 4 mərtəbə eləyin, amma istəsəz bir fantastik bir şey yemək eləyə bilərsiniz. Evdə də 4 mərtəbə, amma 2 mərtəbə də gedərsiniz. Hələlik. Hələlik, sağ olun. Sağ olun.